Oldu. Hı Narahat hı. olmayın bu barədə. Verin sualınızı. Deməli, ekstrada qədər keçdik. Bugün AI fil, format, list, table, translate, web. Bu cür bunları keçə bildiyimiz qədər keçəcəyik. AI fil nədir? Baxın. AI fil əsasının oxşarını deyil, əsasın özünü verir. Azərbaycan, AZN. Azərbaycanın pul vahidi AZN-dir. Düzdür yoldaşlar? Götürürəm. Hı hı. Amma digər ölkələrinki bilmirəm. Həqiqətən Türkiyədə liradır, Qazaxıstanda, Türkmənistan, Qırğızistan, Gürcüstan, Gürcüstanda da liradır, Gürcü realıdır deyəsən, realdır deyəsən, nədir? O şun belə bir şeydir. Mən bunları bilmirəm. Rəhbəri mənə tapşırıq verir. Mənə deyir ki, ay filan kəs, sən götür bizim üçün valutaların ad siyahısını çıxar. Bir də ChatGPT-yə zada komanda verməyə ehtiyac yoxdur. Bunu götürürəm. Baxın ha, bunu yox. Əsasını yox. Əsasında axtarışa verdiyimi götürürəm. Sürüşdürürəm aşağı. Hara qədər lazımdırsa. Ondan sonra enteri vururam. Baxın, verir məşğul. Yəni axtarır, siyahını çıxarır. Gördünüz? Bu həmçinin valyutanı göstərir, hazırki valyutanı. Həm də o ölkələrin, həmin ölkələrin pul vahidlərini göstərir. Türkiyədə TL-dir. Qazaxıstanda bilmirəm bu nədir. Özbəkistanda özbək puludur. Qırğızstanda tamam başqadır. Almaniyada evrodur. Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya evrodur. Hətta baxın, gəlin bunu Amerika eləyək. Gördünüz? Dəyişdi. Dollar elədi. Buna fikir verə bilirsiniz yoldaşlar? Bu Amerikada dollar elədi. İngiltərə. Enteri vururam. Təzədən yoxlayır. İngiltərənin əsasında. Baxın, İngiltərənin ölçü vahidi budur. Yəni pul vahidi budur. Mən bunu enter vursam, yəni Amerika Birləşmiş Ştatları eləsəm, dollar dəyişir. Yaxud gəldim bura, məsələn elədim İran. Baxın, İran realı. Gördünüz bunu? Məsələn mən bunu gəlirəm burada eləyirəm Rusiya. Rubl. Görə bilirsiniz də yoldaşlar, yoxsa görünmür kameradan? Bəli, Ekranda. bəli, bəli, görsənir. Məsələn bir ölkə deyin, onun ölçü vahidini yoxlayaq. Kitay, Yapon, Yaponiya. Yaponiya. Yuan. Nədir o? Yüyəndir. Bu yaxınlaşdırım görə bilmirsiniz. Baxın. Şimali Koreya məsələn. Bir dəqiqə. Şimali Koreyanın pul vahidi budur. Yəni başa düşdünüz də nədir? Gəlin bunu məsələn ölkələrdən götürək. Məsələn bir sual verək buna. Şəhərlərin adlarını bizə versin. Necə fikirdir? Məsələn şəhərlərin adlarını versin. Şəhər adları, məsələn bunu götürək. Bunu mən prosto səliqə üçün eləyirəm. Bunu eləməyə də bilərsiniz. Burada yazıram Bakı. Burada yazıram AI fildən. Azərbaycan Bakını götürürəm. Əsasını götürdüm. Əsasında axtarış verirəm.
Lazım olan sütunu götürdüm. Enteri vurdum. Gözləyirəm. Bu axtarsın. Normalda bunu yuxarı verməlidir. Bunu bu aşağı verdi. Bir dənə aşağı düşdü. Baxın. Ee, bir dəqiqə. Bunu J4 eləsək, bəs görənə görsədir. Ha, yox, bunu 2 dəfə verir nədənsə. Bir dəqiqə. Bunu görürsüz. Bunu nəyə görə aşağı bu qədər sürüşdürür? Bir pillə. Elə bir Bakını da burada tanıdır. Normalda Bakını burada tanıtmamalıdır. Prosto Excel'də belə bir düşüncə var ki, ümumən bütün hər bir şey AI, fil. Yəni ümumiyyətlə AI düsturlarında var bu cür minuslar. AI düsturlarında var bu cür minuslar. Baxın, normalda Türkiyənin qabağında Ankara olmalıdır, düzdür yoldaşlar? Amma Türkiyənin qabağında Bakı verir. Yəni bu Bakını təzədən bura əks eləyir. Əgər biz bunu belə eləsək, gördüyünüz kimi göstərmir. Əgər yox, Ctrl Z eləyib təzədən bunu versək bura. Gördünüz? Məsələn, İtaliyanın paytaxtı Romadır. Bir dənə aşağı atır. Ondan sonra Müəllim, buyurun. mən orada ben nəyə öyrənməysəm, taktik belə verib də. Hə, indi Bakını oradan xana olaraq çıxarın görüm. Aşağıdakılar yuxarı qalxsın. Aha göstərirəm. Gəldiniz bunu götürdünüz. Aha. Ctrl C. Gəlirsiniz bura. Ctrl V edirsiniz. Kopyalamaya yox Kopyalamaq yox. Orada biz Vesalda fikrimdən çıxıb indi düsturlar için yadında qalıb. Orada elə bil ki, bir dənə yuxarı atmaq üçün xananın birini götürürsən. Udayət eləməklə, bilmirəm, udayət sadəcə xananı udayət edirsən. Yox, Yoxsa xananı neyin bildim edirsən nə edirsiniz. Baxın, bu əgər biz bu xananı sil komandası versək, bura baxın. Görürsüz funksiya dəyişir. Məcburam ki, burada AI fil eləyəndə, AI fil düsturunda baxın, belə bir dənə mənfi nüans var. Gəlmişəm, bunu götürmüşəm ya da bunu belə götürmüşəm ya bunu belə götürmüşəm, fərqi yoxdur. Vergül atıram. Azərbaycanın özünü götürsən, dərd yarı, problem deyil. Prosto götürməyəndə də belə. Nədənsə baxın, eynən bunu verir. Enteri vurdum. Mən başa düşürəm. Siz deyirsiniz bunu gəlin silək. Bunu silsək belə yenə eyni şeydir. Bunun üçün mən gərək Hə, üstü də silinir ona görə, hə? bəli, çünki baxın. Baxın yoldaşlar, bunun əsası var. Bayaq biz burada bir söz işlətdim ki, AI fillə, ümumiyyətlə AI-da birinci nə deyir? Nəyi axtarırsan? Azərbaycan, Bakı. AI fil düşünür. Azərbaycanla Bakının nə əlaqəsi? Aha, Azərbaycan Bakı Azərbaycanın paytaxtıdır. Ondan sonra deyirəm ki, yox. Bunu başa ver düşdün, AI filə belə bir sual verin. Başa düşdün. O bu okeyindən sonra, vergül okeyindən sonra mən deyirəm Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin ta Amerikaya qədər bunların da eynən paytaxtların adını de. Enter vururam. Enter vurandan sonra birinci Bakını götürür. Çünki bunun Amma əsas. pul vahidlərində elə eləməz ki, düz götürdü. Bilirsiniz niyə? Yox. Belə deyim, bəzi şəhərlər var ki, onların paytaxtlarında məsələn 2 paytaxtı var bunun. Yəni mən dəfələrlə bu hadisəni qarşılaşmışam. Hətta bir dənə türk Excel təlimçisi var ki, o da AI fil barədə bu sözü deyir. Ki, baxın 2023 sənədir. Bu boyda qədimi tarixi olanlar heç nə demirəm. Bir dənə Bakının özünün neçə yaşı var görün. Güya 2023-də yaranıb. Dolların valyutasına baxın. Güya 1 dollar 1 manata. Çünki AZN-dən götürmüş axı, düzdür? Güya ona bərabərdir. Halbuki 1.77-yə bərabərdir hal-hazırda. AI-ın bu minusları var. Bu cür problemləri var bunun. Başa düşdünüz? Amma ondansa götürürəm bunu. Ctrl C, heç bir şey eləmirəm, sadəcə olaraq. Ctrl V. Atdım bura. Vəssalam.
Ondan sonra bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Yox, bu bunu verməməliyik bir dəqiqə. Abış getdi. Abış Abış getdi. Aha. Düstur işləmir, baxın. Bir dənə bura baxın, zəhmət olmasa. BTD indi işləmir. İndi mən gərək bunu təzədən götürəm. AI fil əsasını verəm. Axtarışını verəm. Ha, yox. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Pul vahidlərini falan da o tərəfdən sildi. Bütöv sildi bu nəsə. Bir dəqiqə. Ha, o tərəfi də sildi. Orada da error verdi. Hələ bayaqlar, indi yaxşıdır, bayaqlar başım Excel-mi dondurdu. Neyse uğraşmayın. Onları zaten azdan çoxdan başa düşdük. Ha, yox, əsas onu başa düşməliyik, çünki bu testdə düşəcək sizə. Ona görə. Eğer fil başa düşdünüz də nədir? Prosta çox maraqlıdır. Hə, hə. Belə olmaz. Bir dəqiqə. Mən bunu təzədən eləməliyəm. Buraya yazsam Bakı. Niyə işləməsin də? Yəni, düstur niyə maraqlıdır? Səbəb nə ola bilər? Bir də müəllim, ölkələri yazdınız. Ölkələri necə yazdınız? Özünüz yazmışdınız. Mən başa deyəsə qoşulmadım. Qoşul düyməsinə vurmamışdım. Gözləyirdim mənə qəbul etsin. Error, fail. Bir dəqiqə. Bir dəqiqə, bir dəqiqə. Ekranı görə bilirsiniz. Xeyr, indi görsənmir. Bəs indi. İndi görsənir. Ölkələri bir-bir özünüz yazmışdınız. Yox, prosta A siyahısı olaraq özüm çıxartmışdım ChatGPT-dən. Prosta ölçü vahidləri üçün mən məcburdum bunu sizə göstərdim ki, yəni AI fil nəyə yarayır konkret. Bir dəqiqə. İndi belə bu ölkələri yazdı. Siz sağ düyməni vursa, o eğer yazısı hardan gəldi onu unuttum. Sağ muşqanın sağ tərəfini vurursunuz, yoxsa Xeyr. hardan idi? Gəldiniz hər hansısa bir sütuna. Bərabərdir. AI, sadəcə AI, yəni AI yazdığınızda Aha, bu siyahı açılacaq sizdə. aha. Ha, Bunu AI götürdünüz. fil, sonra Sağ onu düymə ilə götürdüm. bəli, Aha. ərazi bütövlüyünü götürürsüz. Yəni əsasını götürdünüz. Ondan sonra ölkələri seçirsiniz. Əsasın ardıcı nəsə var arada. Vergül falan. qoyursunuz. Bəli, bəli, vergül qoyursunuz. Vergül. Ondan sonra nəyi axtardığınızı seçirsiniz. Yaxud bir dənə Türkiyəni belə seçməyiniz yetərlidir ki, maraqlıdır. Niyə error verir? Bir dəqiqə. Bu dərsi saxlayın. Amma yəni bildiniz də, yəni pullu da olsa, yəni bu düstur, bu funksiya buna yarayır. Başa düşdünüz? Yəni bu belə Aha. buna yarayır bu funksiya. Bunu başa düşdük. İndi gəlirik, indi növbəti dərslərdə bunlar keçiriləcək sizə. Yəni baxın, bir dənə göstərdim bunu. Görürsüz. Piktogramdır, yazılı, dairə əsasında. Məsələn seçirəm bunu, vizual olaraq baxışdır. Seçirəm məsələn bunları tətbiq et. Dağıda bilirik, geri qaytara bilirik. Baxın bu cür tipli şeylər var. Böyük ehtimal yaxın bir zamanda bu AI-dan sonra böyük ehtimal pivot table-da keçirəcək sizə. Xəbəriniz olsun. Nəysə, yəni bu düsturu bildik. Yəni ən azı AI fil nəyə işə yarayır bunu bildik. AI format maraqlı olan mətnlərdən biridir.
Məsələn, bu ölkələrin elə adını götürürəm. Mənim kaydı açdınız. Qayda açıqdır, narahat olma. Amma bu kayıtsızlıqdan qorxursunuz? Diqqətlə bax. Unutursuz. Ona görə hatırladım deyə. Yo, şükür olsun daha qocalmamışıq. Prosta görürəm. Amma həmişə özümdə baxıram, çünki o dərs önəmlidir. Ümumiyyətlə dərsdə qayda. İkinci də dediniz ki, mən qoca kişiyəm arada xatırladım. O qədər, o Düz qədər qoca. qoca deyiləm də, yox da. Və linçləməyin də gecə-gecə. Əsas qoca da deyiləm, prosta nə bilim. Nəysə. AI format. AI format. Bir dəqiqə. Qoy hələ özüm temanı tutum sonra. Seçir əsasını. Vergi. Burada yazıram. Böyük hərflərlə. Bir dəqiqə. Maraqlıdır. AI dərsiz nə keçə bilmirik biz. Ask. Maraqlıdır, görə buna cavab verir. Nədə gəlsin. Funksiyaları dayandırıblar. Belə deyim də. AI bir yerə qədər keçdi. Bu qalsın qoy. Olar elə. Çünki AI-da bütün AI düsturları dayanıb. Bir dəqiqə deyirəm dayanıb. Prompt verməlidir. Var hamısı dayanıb. Retry. Hə? Pulsuz sınav bitirdi ona görə. Qeyd etdiniz ki. Yo, amma işləməli idi də o.